İlk önce soruşmaq istəyirəm. Gürcüstanda yaşayan Azərbaycanlılarımızın əhvalı necədir? Alkışlarınızla bildirin. Böyük sevgiyle, büyük gururla bu akşam sizinle görüşürük. Bilirsiniz, tarihimizin en şanlı sayfasının zaferimizin 5 illiyine həsr olunan bu möhtəşəm konsert təntənəsində, konsert günündə hər birimiz gururluyuz. Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə, ölkəmizin müvafiq qurumlarının dəstəyi ilə 8 noyabr Zəfər Günü münasibətilə Parlaq Qələbənin 5 illik yubileyinə həsr olmuş konsert proqramı başlayır. Və hər birinizdən ricam olacaq, çünki Azərbaycan Respublikasının və Gürcüstanın dövlət himləri səslənir. Yaşasın uzun nesillik Azerbaycan-Gürcistan dostluğu, kardeşliği. Bilirsiniz, vətənə olan sevgi en ündə, en uca sevgilərdendir. Müasir tarihimizin şanlı səhifələri 5 il bundan önce yazıldı. 30 illik həsrətə son qoyuldu. Uzun əsrli itkilərdən sonra xalqımız milli qürurunu bərpa edən qalib xalq olaraq öz suverenliğini kazandı. Şəhidlərimizin canı bahasına, qazilərimizin qanı bahasına, ordumuzun şücaəti, Müzəffər Qalib Ali Başkomandan Cənab İlham Əliyevin dəmir yumruq əməliyyatı nəticəsində biz qalib xalq olduq. Zəfər bizim oldu. Və 5 ildir ki, biz bu zəfəri tamı yaşayırıq. Və elə hər birimiz üçün böyük sevgiyle təklif edirəm, diqqətlərimizi ekrana yönləndirək. Çünki şanlı zəfərimiz barədə video şarkımız var. Diqqət ekrana.
Hakkımız yok danıştılar dağlardan, azad eylemesen biz yalardan. İndi garip ilişki məni yağlardan. Bugün Azerbaycan ordusu Azerbaycan topraklarında düşmene sarsıcı zərbələr edir. Bugün Azerbaycan ordusu öz torpağında Azerbaycanın ərazisi bugün qoruyor, müdafiə edir. Erməni əskərinin bizim torpağımızda nə işi? Ermənistan ordusunun bizim torpağımızda nə işi? Bizim işimiz hak işidir ve biz zafer çalacağız. Karabağ bizimdir, Karabağ Azerbaycan'dır. Azerbaycan ahalisi kan gölünde korkmuyor. Kan gölünde namluğu dövüşüyor. Bizim ordumuzu gören Ermeni karaları hamsi kalsın. Karadeniz topraklarda Azerbaycan bayrağı kaldı. Onlar karış karış torpağı düşmenden azad edeyler. Bu qələbəni, bu zəfəri halkımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əskəridir, Azərbaycan zabitidir və hər kəs bilməlidir. il tarihdə bizim şanlı qələbəmiz kimi qalacaq. 44 gün ərzində Azərbaycan Ermənistanı məğlub edərək öz normal torpaqlarını işğaldan azad etdi. Bu qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu tarixi qələbə. Biz tarixi ədaləti bərpa etdik. Bugün Ağdam'dayız, Füzulidayız, Laçındayız, Cəbrayıldayız, Zəngilandayız, Qubadlıdayız, Kəlbəcərdayız, Şuşadayız, Hadrutdayız, Ocalıdayız, Ağdərədayız, Əskərandayız, Xankəndi'dayız. Biz gəlmişik əbədi burada yaşamağa və bundan sonra Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalgalanacaq. Bütün Azərbaycan vətəndaşları, dünya Azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi zəfər çalarak bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qayıtdık. Geçmiş məcburi köçkünlər öz dədəbaba torpaqlarına qayıtladılar. Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız. Belə də oldu. Dirçələn, Qarabağ, Dirçələn, Şərqi, Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruz.
yaşasın xalqımız, yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan. Və böyük məmnuniyyətlə bu səhnəyə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyevi dəvət edirəm. Teşekkür ederim Nəsim müəllim. Değerli qəhrəman şəhidlərimizin ali üzvləri, qardaş Qazaxıstan və Türkmənistan Respublikalarının səfirləri, değerli dostlarım, qardaş Türkiyə Cumhuriyyətinin böyük elçiliyi nümayəndələri, hörmətli Azərbaycan Respublikası Diaspora İş üzrə Dövlət Komitəsinin sədr müavini, hörmətli Azərbaycan və Gürcistan parlamentlərinin millət vəkilləri, değerli Azərbaycan və Türkiyənin iş adamları, təşkilat rəhbərləri, hörmətli adilin xadimləri, değerli əziz doğma soydaşlarım, Azərbaycandan gələn və Gürcistanı təmsil edən değerli sənət ustaları, hörmətli media nümayəndələri, gözəl ballarımız, gənclər, xanımlar və cənablar. Hər birinizi səmimi qəlbdən və zəfər salamı ilə salamlayıram. Bugün biz burada, dost və qardaş Gürcistanda, Tbilisidə, həm qalib xalqın nümayəndələri kimi, həm də sülhə, dostluğa və birgə gələcəyə inanan insanlar kimi bir araya gələrək Azərbaycan xalqı üçün son dərəcə əlamətdar bir günü, Zəfər Bayramının 5-ci il dönümü, böyük qürur və sevinç hissi ilə qeyd edirik. Bu dəfə də Zəfər günü münasibəti ilə Azərbaycandan gələn və qardaş Gürcistanı təmsil edən sənət ustaları birgə iştirakı ilə konsert proqramını diqqətinizə təqdim etmək qərarına gəldik. Hesab edirik ki, Gürcistanda xoş ənənəyə çevrilən bu bayramın qeyd edilməsi və sizlərin də yanımızda olaraq sevincimizə şərik çıxması əsl vəhddə təzahürüdür. 8 noyabr Zəfər günü ilə əlaqədar təşkil edilən bu möhtəşəm konsert tədbirinə dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə dərin minnətdarlıq bildirirəm. Sizləri şəxsən öz adımdan və səfirlik bütün heyəti adından Qarabağa oluşduğumuz tarixi Zəfər günü münasibəti ilə ürəkdən təbrik edirəm. Hörmətli tədbir iştirakçıları, ilk öncə tədbirimizin rəsmi hissəsinə keçməmişdən əvvəl sizdən xahiş edirəm, vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin ruhu qarşısında böyük hörmət və ehtiramımızı bildirmək üçün onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edin. Allah rəhmət eləsin. Bu salonda əyləşən qəhrəman şəhidlərimizin ali üzvlərinə üst tutaraq demək istərdim ki, sizin övladlarınız, bizim qardaşlarımız vətənimizin azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçərək adlarını zəfər tariximizə qızıl hərflərlə yazırlar. Onların igidliyi və qəhrəmanlığı, sizin isə göstərdiyiniz səbir, mətanət və qürur hissi bizim üçün əsl vətənpərvəri nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qrupları şad olsun, vətən oğulları. Değerli vətənpərvər dostlarım, 5 il əvvəl 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Başkomandan Cənab Prezident İlham Əliyevin qətiyyətli və prinsipial rəhbəri altında Fücaiyyətli ordumuzun qəhrəmanlığı ilə tarixi ədalət bərpa olundu. Əzəli torpaqlarımız işğaldan azad olundu, dövlətimizin suverenliyi və milli qürurumuz bərqərar edildi. Şanlı Azərbaycan ordusunun qəhrəmanlığı və şəhidlərimizin fədəkarlığı sayəsində üç rəngli bayrağımızın Qarabağın hər tərəfində dalgalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur. Böyük qələbə təkcə hərbi gücün deyil, dövlət və müdrik Azərbaycan xalqının sarsılmaz birliyinin vəhdətin təntənəsidir. Bu qələbə Azərbaycan xalqının öz Müzəffər Ali Başkomandanına olan inamının və etimadının parlaq nəticəsidir. Xalqımız həmin o tarix günlərdə öz liderinin ətrafında sıx birləşdi, ona inandı və bu inan bizə tarixi zəfəri qazandırdı.
Bugün də xalqımız həmin inan və birlik ruhunu qoruyur. Daha güclü, daha möhkəm Azərbaycan naminə birgə addımlayır. Bugün Azərbaycan xalqı öz tarixin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. Əziz tədbir iştirakçıları, zəfərə aparan yolun ideoloji və mənəvi təməli hələ 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. O dövrdə dövlətçiliyimizin möhkəmləndirilməsi, nizami ordumuzun formalaşdırılması və milli birliyin təmin olunması istiqamətində atılan addımlar gələcək qələbənin əsasını təşkil etmişdir. Ulu Öndərimizin müəyyənləşdirdiyi vətənə xidmət, xalqa sədaqət və müstəqilliyin qorunması ideya və prinsipləri reallığa çevrildi. Bütöv, azad və qalib Azərbaycan gerçək oldu. Şanlı qələbəni, zəfəri bizə yaşadan Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə, güclü ordumuza, şəhid və qazilərimizə, rəşadətli əsgər və zabitlərimizə borcluyuq. Bu vacib və tarixi hadisənin mahiyyəti nəsillərlə Türkiyədə də aydın görüləcəkdir. Çünki son 2 əsr ərzində millətimiz ilk dəfə vətən torpaqlarını itirməmiş, azad edərək geri qaytarmışdır. Öz ərazi bütövlüyü şəxsi şəkildə bərpa etmiş Azərbaycan Respublikası, silahlı qüvvələrini bölgədə davamlı təhlükəsizlik və əməkdaşlıq üçün zəmanət verən yetərli bir alət kimi nəzərdən keçirdi. Biz heç bir ölkənin ərazisində, heç bir xalqın haqqını iddia irəli sürmürük. Lakin hamı bilməlidir. Bundan sonra da heç bir zaman Azərbaycana qarşı hər hansı təhdid yaradılmasına yol verilməz. İstənilən xarici qüvvənin himayəsinə ümid bəsləyib ona cəhd edənlərsə, dəmir yumruğumuzun sarsıdıcı zərbəsinə məruz qalacaqlar. Lakin sülh, regional əməkdaşlıq, sabitlik və firavallıq yolunu tutanlar hər zaman Azərbaycan ordusunda güclü tərəfdaşın görəcəklər. Xanımlar və cənablar, Vətən müharibəsində qazanılmış şanlı zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Qələbədən sonra Müzəffər Ali Başkomandan cənab Prezident İlham Əliyev və birinci xanım hörmətli Mehriban xanım Əliyevin həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Azərbaycan dövləti azad olunan əzəli torpaqlarımızda sülh, inkişaf və sabitlik qurmaq yolunda böyük əzmlə irəliləyir. Dərhal müharibədən sonra dünya tarixində misli görünməmiş bir surətlə Qarabağ torpaqlarında bərpa və quruculuq dövrü başladı. Bütün dünya gördü ki, Azərbaycan təkcə döyüş meydanında deyil, quruculuq meydanında da qalib ölkədir. Bu təkcə hərbi qələbənin deyil, həm də sülh və quruculuq qələbəsinin təntənəsidir. Bu 5 il ərzində Azad Qarabağda həyat yenidən canlanır. Şəhərlərimiz, kəndlərimiz bərpa olunur, yollar, məktəblər, mədəniyyət uzaqları inşa edilir və keçmiş məcburi köçkünlər doğma yurtlarına qayıdırlar. Dəyərli tədbir iştirakçıları, az öncə izlədiyimiz Zəfərə gedən yol adlı qısa metrajlı videoçaq bir daha bizə həmin şanlı günləri xatırladı. Videoçaqda xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolu, Müzəffər Ali Başkomandamızın rəhbərliyi altında qəhrəman ordumuzun rəşadəti və xalqımızın birliyi dolğun şəkildə əks olunur. Bu görüntülər bir daha sübut edir ki, Azərbaycan zəfəri həm şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və bütövlükdə dünya Azərbaycanlıları əzm və birliyin nəticəsidir. Müzəffər Ali Başkomandan möhtərəm Prezident Cənab İlham Əliyev və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial dəstək, mənzil təminatı, təqaüd və qəbul proqramları bugün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu diqqət və qayğı bir daha göstərir ki, Azərbaycan dövləti öz qəhrəman övladlarının ailələrini heç vaxt tək buraxmırlar. Müvafiq tapşırıqlara əsasən dövlət səviyyəsində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, eyni zamanda şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı sayəsində səfirlik tərəfindən də bu istiqamətdə mütəmadi əsasda iş aparılır. Əslən Gürcüstandan olan şəhidlərimizin adları bütün Azərbaycanın qəhrəmanlıq salnaməsində qızıl hərflərlə əbədi həkk olunur. Biz də şəhidlərimizin əziz xatirəsini yaşatmağa özümüzə müqəddəs borc bilirik. Bu istiqamətdə artıq bir sıra layihələr icra olunur və müvafiq vacib işlər davam etdiriləcəkdir. Əlbəttə, son 5 il ərzində səfirlik tərəfindən çıxış etdiyi təşəbbüs və layihələrə hər zaman dəstək verdikləri üçün burada bizim şirkət rəhbərlərinə, iş adamlarına üst tutaraq onlara xüsusi minnətdarlıq bildirmək istərdim. Bu humanitar və dəstək aksiyalarında
xəyal iştirakınıza görə hər birinizə dərin minnətdarlıq bildirirəm. Əziz dostlar, dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Müzəffər Ali Başkomandan müharibə dövründə dünyanın ən böyük mezi qurumlarına 40-dan artıq müsahibə verdi. Münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost, qardaş ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu sırada birinci olaraq hər zaman Azərbaycan haqq işinə siyasi mənəvi dəstək verər və hər zaman Can Azərbaycan deyən qardaş Türkiyəmizin adını xüsusi olaraq vurulamaq istərdim. Türkiyənin Cumhurbaşkanı Sayın Rəcəb Tayyip Erdoğan demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Əlbəttə ki, bu sözlər birliyimizin, qardaşlığımızın təzahürüdür. Və mən fürsətdən istifadə edib, əlbəttə ki, 45 il ərzində fəaliyyətdə olduğumuz dövrdə Türkiyə bölgəçilərlə dərin minnətdarlıq bildirmək istərdim. Sözsüz ki, ilk anlarında müharibə dövründə bizə dəstək verən, yanımızda olan Türkiyənin keçmiş səfiri Fatma Cələn Yazgan mənim dəyərli dostum, gözəl bacıma dərin minnətdarlıq bildirirəm ki, o günlərdə bizi tək qoymadı, bizim yanımızda oldu və bizə dəstək verdi. Və xüsusən də hazırki böyük Türkiyəmizin bölgəçisi Əlikan Bəyə də dərin təşəkkür bildirəm. İndi büyük bizdən yox, amma minət ürək bizdəndir. Səfirin də böyük heyəti bizimlə birgədir, bir daha təşəkkürü bildirirəm. Değerli dostlar, bu qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dilli xalqların qürurudur. Çünki bizi ortaq tarix, ortaq dəyərlər və qardaşlıq bağları bağlayır. Bu münasibətlə bu axşam bizimlə olan Qazaxıstan və Türkmənistan Respublikaların hörmətli səfirlərinə, değerli dostlarıma təşəkkürümü bildirəm. Sizin şəxsən iştirakiniz bu tədbirə xüsusi mənəvi dəyər qatır və xalqlarımız arasında dostluğun, qarşılıqlı hörmətin bariz nümunəsidir. Değerli dostlar, bugün buradan dost kardeş Gürcistan torpağından xüsusi olaraq vurgulamaq istərdim ki, həm birinci həm də ikinci vətən müharibəsi dövründə Gürcistanda yaşayan yüz minlərlə değerli soydaşlarımız böyük həmrəlik və vətənpərvərlik nümayiş etdirdilər. Siz o çətin günlərdə qəlbiniz Azərbaycanla dönərkən bir an belə tərəddüd etmədiniz. Gürcistanın Tbilisi, Rustavi, Gardabani, Marnoli, Bornisi, Tbilisi, Qaraçöl və digər bölgələrindən minlərlə həmvətənimiz gönüllü şəkildə bir araya gələrək rəşadətli Azərbaycan ordusuna dəstək aksiyaları təşkil etdilər. O günlərdə soydaşlarımız tərəfindən qida məhsulları, dərman vasitələri, tibbi ləvazimatlar, azuqə və maddi yardımlar toplanaraq Azərbaycana göndərildi. Bu yardımlar təkcə maddi dəstək deyildi. Onlar mənəvi dayaq, qardaş həmrəliyi. Hər bir qutuda, hər bir bağlamada həm vətən sevgisi, həm də böyük inan var idi. Bu həmrəlik bir daha sübut edir ki, Azərbaycan hardadırsa, Azərbaycanlar da oradadır. Və bu məsələ, bu münasibətlə bağlı əlbəttə ki, mən şəxsən öz adından və dövlətimizin adından burada yaşayan yüz minlərlə değerli soydaşlarımıza bir daha değerli təşəkkürümü bildirmək istərdim. Değerli dostlar, bugün birgə keçdiyimiz tədbirin təşkilinə verdikləri əhəmiyyətli töhfə və dəstəyə görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, AZEVİ'nin, eyni zamanda Sokat Georgia, Makro, Tapına, Agrosystems, Real Pharma, Kaspigeo, Giacomo, Vici, Delfa, El Company, ATC və Asfarma şirkətlərinin rəhbərlərinə değerli minnətdarlığımızı bildirib, fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzu edirəm. Bugünkü tədbirin yüksək səviyyədə təşkili və bu gözəl bayram ovqatını bizə yaşadan Azərbaycandan tanınmış sənət ustalarına da xüsusi minnətdarlığımı bildirmək istərdim. Bu axşam bizə ruh, duyğu və qürur hissi yaşadan değerli sənətkarımız Zamit Hüseynov rəhbərlik etdiyi ansamblin çıxışı, həmçinin tədbirin bədii axışına peşəkarlıqla rəhbərlik edən aparıcı Nəsim Nurun çıxışı hər birimizin qəlbində dərin təəssürat yaradacaqdır. Siz Azərbaycan mədəniyyətinin qüdrətini və xalqımızın zəngin ruhunu Gürcistan səhnəsində böyük məharətlə nümayiş edərək yaddaşlarda qalacaqsınız. Sizə bir daha şəxsən öz adımdan və burada əyləşən bütün qonaqlar adından dərin minnətdarlığımı bildirmək istərdim. Və əlbəttə ki, mən indiyə qədər bunu söyləməmişdim. Gözəl bir fürsətdir, 5 illikdir. Bunu qeyd etmək istərdim ki, artıq 5 ildən müddətdən çox çiyin-çiyinə çalışdığım səfirlik əməkdaşlarına, mənim dəyərli silahdaşlarıma da dərin minnətdarlığımı bildirirəm. Siz vətənə sədaqətlə xidmət edirsiniz. Azərbaycanın adını layiqincə təmsil edirsiniz və Gürcistanda öz doğma torpaqlarında yaşayan soydaşlarımızla birgə Azərbaycançılıq məfkurəsini qoruyursunuz. Değerli dostlar, bu akşam biz təkcə zəfərimizi deyil, həm də birliyimizi bayram edirik.
Bu qələbə bizə göstərir ki, xalq olaraq harada yaşamamıza asılı olmayaraq biz bir millətik, bir vətənik və bir ürəyik. 3 gün sonra isə biz dövlət bayrağı günümüzü qarşılayacağıq. Bu müstəqilliyimizi, dövlətçiliyimizi və milli birliyimizin rəmzidir. Bu üç rəngli bayrağımız daim ucalarda dalğalansın, dövlətimiz əbədi və qüdrətli olsun. Şanlı zəfərimiz mübarək olsun, yaşasın qalib Azərbaycan. Teşekkür ederim. Teşekkürlerimizi bildiririk. Cənab Səfir, biz də yüksək qonaqpərvərliyə görə həm Zahid Hüseynovun adından, ansamblın hər biriniz adından, şəxsən öz adından, siz başda olmağından səfirliyin bütün əməkdaşlarına təşəkkür edirik və elə doğma Azərbaycanlılarımız adından sizə təşəkkür edirik. Çünki bilirsiniz, qürbətdə yaşayan Azərbaycanlılar daha qürurlu olurlar. Çünki onlar Azərbaycançılığı, milli mənəvi dəyərləri, ailə dəyərlərini yaşadırlar. Gürcüstanda yaşayan Azərbaycanlılar da bu barədə çox fərqlənirlər. Çünki o qədər qəlblərində sevgi, istilik var. Nəyə görə bunu deyirəm? Uşaqlığın Qardavaniyada keçən bir insan olaraq mən o istiliyi, o gözəlliyi, qonaqpərvərliyi duymuşam uşaqlıqda. Mən istərdim bütün Gürcüstanda yaşayan Azərbaycanlılarımızın şərəfinə bir gürültülü alqış səslənsin. Canımız sağlam olsun, hər zaman. Çox günlərdə yaşasaq. Amma dünyanın hər bir yerində yaşayan Azərbaycanlılara xüsusi diqqət göstərən bir qurum var ki, böyük məmnuniyyətlə o qurumun da nümayəndəsini bu səhnəyə dəvət etmək istərdim. Azərbaycan Respublikasının Diasporalar İş üzrə Dövlət Komitəsinin sədr müavini cənab Vahid Seyidbəyovu bu səhnəyə dəvət edən alışlarımız var. Teşekkür ederim minnətdarım təqdimata görə. Hörmətli cənab Səfir, hörmətli millət vəkilləri, əziz qonaqlar, mən burada Diaspora Komitəsi nümayəndəsini hamınızı salamlayıram. Və düşünürəm bugünkü Azərbaycan tarixi üçün önəmli bir gün, xüsusi bir gündə toplaşmağımız və qeyd eləməyimiz həmimizin yadında qalacaq. Məhz 5 il bundan öncə 44 gün ərzində Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə Azərbaycan ordusu Azərbaycan torpaqlarını işğaldan azad etmişdir. 30 il ərzində davam edən bu işğal təbii ki, bir gün azad olunmamalıydı və 44 gün ərzində bizim əsgərlərimiz öz fədakarlığı ilə Şuşaya çatıb və Şuşaya Azərbaycan bayrağını Şuşaya dalğalandırıb müharibənin birinci mərhələsini, hərbi mərhələsini yekunlaşdırmışdılar. 30 il ərzində Ulu Öndər və Ali Başkomandan gündəlik fəaliyyətlərində torpaqların azad olunması məsələsini hər zaman önə çəkirdilər. Məhz bu fəaliyyətin, bu işin nəticəsidir ki, 30 ildən sonra biz həmin torpaqları azad edib ora qayıda bilmişik. 2023-cü ildə sentyabr ayında yenidən bir günlük əməliyyatla, antiterror əməliyyatı nəticəsində işğalda olan digər ərazilərimizdən azad olunmuş və bununla da Azərbaycanın suverenliyi bərpa olunmuşdur. Artıq bugün biz tam suveren bir dövlətin vətəndaşlarıyıq və xaricdə yaşayan hər bir Azərbaycanlı bununla fərq edə bilər ki, Azərbaycan tarixində öz torpaqlarını qaytaran Müzəffər Ali Başkomandanı var və ordusu var. Həmin torpaqların qayıtmasından dərhal sonra ölkə rəhbərliyinin göstərişi ilə orada dağıdılmış infrastruktur və şəhərlərin yenidən bərpası, inşası prosesi başlanmışdır. Düşünürəm ki, hər birimiz çəkilişlərdə, fotolarda ərazilərin hansı vəziyyətdə geri qaytarıldığını görürsünüz. Yəni, mövcud olan şəhərlərin yerinə yeksan olması, onların ümumiyyətlə mövcudluğun şübhə altına qoyulması kimi bir siyasət yürüdülürdür. Təbii ki, bu baxımdan da nə infrastruktur, nə bir bina, nə bir daş qoyulmuşdur. Amma Azərbaycan dövlətinin rəhbərliyi ilə 5 il ərzində şəhərlər tikilmiş, infrastrukturlar yaradılmış və artıq insanlar öz doğma torpaqlarına köçmüşdür. Yəni, bu günləri işğal olmuş ərazidən
ərazilərdə əvvəllər yaşamış insanların bir çoxu evlə təmin olunmuşdur və həmin ərazilərdə yaşamağa başlamışdır. Və biz hamımız inanırıq ki, gələcəkdə yenidən həmin torpaqlar çiçəklənəcək və bizim insanlar orada əbədi yaşayacaq. Təbii ki, bu günləri çox möhtəbər bir gündür və bu günü nəinki Gürcüstanda, digər dövlətlərdə də bizim yaşayan Azərbaycanlılarımız xüsusi olaraq tədbirlər keçirib qeyd edirlər. Biz də Diaspora İşlər Dövlət Komitəsi olaraq hər bir Azərbaycanlının yanındayıq və ölkə rəhbərliyinin bizə verdiyi göstərişlər əsasında xaricdəki bütün cəmiyyətlərimizə, təşkilatlarımıza diqqət və qayğı göstərməyə çalışırıq. Eyni zamanda bugünkü gün bizə verilmiş əsas göstərişdən biri olaraq Azərbaycan dilinin inkişafıdır. Bizim soydaşlarımızın, xaricdə yaşayan Azərbaycanlıların Azərbaycan dilini yaddan çıxarmamaları üçün şəraitin yaradılmasıdır. Və komitə təbii surətdə bu göstərişin icrası ilə əlaqədar bir çox ölkələrdə Azərbaycan dilinin tədrisinə dəstək göstərir. Mən düşünürəm, gələcəkdə də bizim komitəmiz müxtəlif bizim bayramlarımızı, həmçinin Azərbaycanlıların şad günlərini və Azərbaycan dili ilə, təbliğatı ilə bağlı keçirilən hər il layihəyə dəstəyini göstərəcək. Mən bir daha hamınıza minnətdarlığımı bildirirəm ki, bugün məhz buradasınız, bizimləsiz, Azərbaycanlasınız və təbii ki, Azərbaycan dövləti də hər zaman sizinlədir və gələcəkdə də hər birimizə uğurlar arzulayıram. Təşəkkür ederim. Teşekkürler Vahid müəllim. Növbəti çıxış üçün söz verdi Azərbaycan Respublikasının Milli Məclisinin millət vəkili və eyni zamanda Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Arzu Nağıyeva. Hörmətli cənab səfir, hörmətli qonaqlar, hörmətli şəhid ailələri, mən də dəvətə görə bir daha öz təşəkkürümü bildirirəm. Bugün biz Zəfər Bayramının, xalqımızın qəhrəmanlıq, birlik və milli qürur simvoluna çevrilmiş möhtəşəm bir günü qeyd edirik. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası, ədalətin və beynəlxalq hüququn zəfəri deməkdir. Mən 1-ci Qarabağ müharibəsi veteranıyam və qəlbimdə həmişə bir niskillik vardı ki, bir qalib xalqın nümayəndəsi olmaq üçün mən gələcək genofonda öz nəvələrimə alnı açıq, üzü ağ, öz təəssüratlarımı danışmaq istərdim. Mən bugün doğrudan da buna nail olmuşam və bununla fəxr edirəm. Qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şərəf və şəhadəti özü üçün bir ant etmiş Azərbaycan vətəndaşı, eyni zamanda şanlı Azərbaycan ordusunun vəhdəti hesabına qazanılıb. Bir məsələni qeyd edim. Müharibə gedən ərəfədə Azərbaycan prezidenti 4 dildə demək olar ki, tək informasiya müharibəsi aparırdı. 4 dildə bütün Azərbaycana, Azərbaycanın haqq səsini çatdırırdı. Eyni zamanda milli kadrlardan ibarət olan Azərbaycan ordusu öz silahınla, öz sursatınla, taktikasından bütün dünyaya göstərirdi ki, müharibəni necə aparırlar. Eyni zamanda heç bir Azərbaycan vətəndaşı bir dəfə də demədi ki, müharibəni dayandıraq və yaxud artıq yetər. Çünki qarşıda bir amal vardı, bir istək vardı. Qələbə, bir daha qələbə. Eyni zamanda bir məsələni, reallığı qeyd etmək istərdim ki, biz dost və qonşu Gürcüstanın olan münasibətimiz idi. Təsəvvür edin, həmin müharibə gedən anda Azərbaycan və digər dövlətlərlə birlikdə aparılan danışıqlar nəticəsində Gürcüstan dövlət olaraq öz hava məkanını bağladı və hansı bir silah sursatın Gürcüstan üzərindən Azərbaycan istiqamətinə keçirməyə imkan vermədi.
44 günlük Vətən müharibəsində mən təmsil etdiyim bölgələr əsasən Ermənistanla həmsərhəd 200 kilometr olan ərazilər idi. Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı, eyni zamanda Pakistan bayrağı, digər bayraqlar dalğalanırdı. Bizim haqq səsimizi başa düşən dostlarımız vardı. Bugün Azərbaycan və Gürcüstan enerji, nəqliyyat, ticarət, mədəniyyət və humanitar sahədə sıx əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr xalqımızın birgə uğuru və tarixidir. Bu münasibətlə möhkəmlənməsində rəhbərliyimizin təbii ki, rolu danılmazdır. İstər İlham Əliyevin apardığı siyasət, eyni zamanda Gürcüstan rəhbərliyi ilə olan münasibətlər. Bir məsələni də qeyd etmək istəyirəm ki, ən mühüm istiqamətdə atılan addımlar məhz bizim səfirlikli ilə bağlıdır. Səfirliklərimiz, mən hörmətli Faiq müəllimə, eyni zamanda cənab Bataradziyə öz təşəkkürümü bildirirəm ki, səfirliklər səviyyəsində daimi dəstək oldular və bu istiqamətdə çox ciddi işlər gördülər və bu məsələnin bir dəqiqliyi ilə də qeyd etmək istərdim ki, mən çox istərdim ki, belə bir bayram gün o gün gəlsin, mən də o bayramda iştirak edim ki, Gürcüstan da öz ərazi bütövlüyünü tam bərpa etsin, belə bir zalda biz onu da qeyd edək. Bu mənim ən çox istəyimdəndir. Zəfər bayramı bizim üçün eyni zamanda parlamentlər arası əlaqələr əməkdaşlığımızın da bir hissəsidir. Həm dostluq qrupları, eyni zamanda parlamentlər arası münasibətlər ən yüksək səviyyədə təmin olunur və Azərbaycan-Gürcüstan münasibəti istər icma istiqamətində, digər məsələlərdə ən yüksək səviyyədə təmsil olunur. Zəfər bayramı bizim üçün qürur, eyni zamanda məsuliyyət günüdür. Çünki bu qələbə sülhün, əməkdaşlığın və birgə gələcəyin əsasını qoydu. Belə bir günü mən bir daha qeyd etmək istəyirəm. Gürcüstan səfiri Şuşada olanda o ilk sözünü qeyd etdi ki, mən istərdim ki, bir vaxt Azərbaycan səfiri hörmətli Faiq müəllimdə Gürcüstanın azad olunmuş ərazilərində o sözləri qeyd etsin. Əminəm ki, biz buna nail olacağıq. Əminəm ki, Azərbaycan-Gürcüstan dostluğu bundan sonra daha da möhkəmlənəcək, xalqımızın rifahı və regionun sabitliyi naminə yeni uğurlara imza atacaq. Faiq müəllim bu bayaq qeyd elədi, bizim iş adamları, eyni zamanda bugün bizim necə deyərlər, sponsorlarımız bir daha öz addımlarını atırlar ki, Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf etsin. Eşq olsun onlara da Zəfər bayramımız mübarək, eşq olsun Ali Baş Komandan İlham Əliyevə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir məsələni də qeyd etmək istəyirəm. Gürcüstan əsilli 26 nəfər bizim şəhidimiz vardı və bununla əlaqədar olaraq səfirliyin təşəbbüsü ilə, diaspora təşkilatlarının təşəbbüsü ilə biz bununla bağlı bir tədbir də keçirdik və bizim bir olduğumuzu, bizim bir yerdə olduğumuzu biz dünyaya göstərdik. Eşq olsun qalib Azərbaycan dövlətinə. Sağ olun. Rəqsin adını səsləndirirlər. Çekva, Qantumi, almışlarınızla dostlar.
profesyonel bir rəqs qrupu. Bravo. Rəqs də bir sevgidir, amma əsas musiqiyə olan sevgi bizi yaşadan sevgidir. Mən deyərdim ki, əziz dostlar, musiqi yeganə vasitədir ki, zaman maşını rolunu oynaya bilir. Necə? Söyleyeyim. Musiqilər var ki, biz o musiqiləri dinləyəndə ötən illərə səyahət edirik. Uşaqlıq illərimiz xatirəmizə gəlir. Musiqilər var ki, bu günümüzü sevgi dolu edir. Ailəmizlə, sevdiklərimizlə, dəyərlərimizlə birgə unudulmaz günlər keçiririk. Amma musiqilər var ki, biz gələcəyə arzularla o musiqiləri dinləyib planlar qururuq. Yaxın bir milli musiqimizin keşiyində dayanan virtuoz sənətkarlar, ZH Ansamblı, virtuoz sənətkar piyanist aranjmancı Samir Şirinov'un rəhbərliyi ilə alqışlar rica edirəm. Leyla Esya və bütün heyət var olsun. Amma ilk defa olaraq Gürcüstanda, Tbilisi'də sizin qarşınıza çıxacaq. Sevgi dolu, unudulmaz bir bayram ab-havalı əhval yəni o sizə bəxş edəcək. Onu nəğmələri uzun illərdir ki, sevənlərin kəlmələrini əvəz edir. Onun nəğmələri hər birimizi yaşadır. Yaşamaq gözəldir. Sevgiyle yaşayın. Muasir Azərbaycan estradasının ən tələb olunan ulduzu, ən tələbkar ulduz, sevgi hikayelerinin mimarı Zamik Hüseyinov, alqışlarınızla.
bilər, biz də özümüz bilərik ki, bugün coşuruq, əylənirik, sevinirik. Hər birinizi xoş gördük əziz dostlar. Bugün her şeyi unuduruq, köklenirik bu güzel akşama. Rəqslər edirik, mahnılar oxuyuruq beraber. Necə gəldi bizdən xəbərsiz, çok gözəlsiniz. Gəl, yandım ama değildin ki yaşayan, bilmezsen bensiz. Kaman ayrılık nəğməsin çalır, gecelerin pıçıltısında. Kalbim onlarla alışıp yanır, yeriyle göğün arasında. Çok güzelsin. Ay ay ay. Öten günler geriye döneydi bir göz kırpımında. Geçen günler daldım o çataydı ömrümün sonunda. Ayrılık vermesin çalır, gecelerin pıçıltısında. Teşekkür ederim. Kalbim onlarda alışıp yanır, geriyle gönül arasında. Ağlardan gelmedin, sevilen değildin. Gönlüme yazılıp bektin, okurum yerine. Ayrılık vermesin çalır, gecelerin pıçıltısına alışıp yanır, geriyle gönül arasında. Sesiniz gelsin, hazır olun. Bir buyurun. Ay ay. Tamam. Geriyle gönül arasında. Çok teşekkür ederim. Çok sağ olun. Sevginiz için, dikkatiniz için. Ve bu arasında güzel rəqslər edəcəyik, coşacağıq. Bizim çok değerli duetlerimiz var. Gürcü dilinde mahnıları ifa edəcəyik.
Bravo! Edisyon Yönetici Grubu. Gürültülü alkışlar. Biz de indi bacardığımızdan səhne arxası rəqs eləyirdik. Təbii ki, peşək Ayrılık derdim adam sakladı. Ayrılık anama kurban olur. Ayrılık beni tezadakladı. Alkışlar esirgemeyin. Alçak başı meleğim dolaşır meleğim. Alçak başı meleğim dolaşır meleğim.
Çok sağ olun. Artık coşmaya doğru gelirim. Bravo. Əhsən sizə. Bax, bu hərəkətləri 100% təkrarlayabilirsiniz. Bir yüreğim torpağına başlayanım ey vatan. Kışanır çetinlidir gül çiçeği etinlidir ey vatan. Ey vatan. Dağlarıma düşen çehter kağılarına esen mehter. Doya bilmirəm, doya bilmirəm.
günleri akma dolu ey vatan. Sen gülen muhabbetin tükenmezsin sadakatin ey vatan. Ey vatan. Yaşasın bütün Azerbaycan. Yaşasın bize bu gururu, sevinci bəxş edən bütün qəhrəmanlarımız. Biz bu zəfəri, bu günü bütün qəhrəmanlarımıza borcluyuq. Bütün qəhrəmanlarımızın qarşısında baş əyirik. Yaşa Azərbaycan! Musiqilere keçid alar, milli ritimlerimize keçid alar. Ne deyirsiniz, rəqs eləyirik mi? Hazır olaq. Ay dağlarda dumanlı gözəldir, qaşlarını kamalı gözəldir. Dağlarda dumanlı gözəldir, qaşlarını kamalı gözəldir. Gözüne hiçbir söz olmaz, gözəlim yamalı gözəldir. Gözüne hiçbir söz olmaz, gözəlim yamalı gözəldir. Aklına bölük başlar, geçme olmaz, ondan başlar.
günlerimiz var. Başaracak günlerimiz, başaracak günlerimiz, yaşayacak günlerimiz var. Teşekkür ederim. Çok sağ olun aziz dostlar. Bak bu da bizim milli canlıda olan musiqilərimiz mütləqdir ki, ifadə ki, biz hər zaman milliliyimizə bağlı, milli dəyərlərimizə bağlı bir xalqıq. Beylərəm sənsiz, beylərəm sənsiz, səmalara uzaqsan, gölgə kimi hayatıma dolansan, öyle yaşın gibi zülmetimden çılarsan, beyler
Hamıya sevgilerle Zeyhaş Ansamblı, bədii rəhbər Sabir Şirinov, Eşya, Leyla və Zambik, var olun. İlk dəfə Rica edirəm. Gecəmizin əvəzli olunmaz aparıcısı Nəsib Nurcu gözəl bir alqış istəyirəm. Lütfen. Teşekkürler. Var olun. Bu akşam sizin enerjiniz o kadar güzeldir, o kadar bize büyük təəssürat bəxş edirsiniz ki, İnanılmaz gözəl. var olun. Növbəti görüşümüz bir neçə gün konsert proqramı olacaq Kesinlikle. və daha böyük heyətlə, daha böyük belə deyək də insanlara bir fürsət yaradacaq. Daha böyük salonlarla. Bəli, mütləq. Amma indi sonuncu rəqs var, daha sonra sonuncu mahnı səslənəcək. Sizi hələlik öz cildimizə dəvət edirik. Dostlar, Qarşı cənnət olan şəfəq saçan gözəl məkan, sənə qurban olsun bu canana vətən Azərbaycan. Hər qarşı cənnət olan şəfəq saçan gözəl məkan, sənə qurban olsun bu canana vətən Azərbaycan. Oğulların şidələri, qızların həcər qeyrətli, alnı açır
plaketlerin təqdimatı olacaq. Mən istərdim Hüseynov, Zeyhaş ansamblı, Samir Şirinov buradadır. Xanımları biraz önə dəvət edək. Leyla Eysər. Bu səhnəyə Elsion Rəqs ansamblının bədii rəhbəri Şermandi Çuklaselinini dəvət edirik və bütün heyəti, ansamblın bütün üzvlərini bu səhnəyə dəvət edirik. Var olun. Her birinize teşekkür ederim. Ama indi plaketlerin təqdimatı